Sağ olun, hörmətli sədr əziz həmkarlar. Yaz sessiyasında parlamentin fəaliyyətinə uğurlar arzuluyur. Eyni zamanda Gənclər Günü münasibəti ilə Azərbaycan gəncliyinə ən xoş arzularımızı çatdırırıq. Təbii ki, müstəqilliyin ilk dövrlərində gənclər siyasəti barədə danışmağa nə siyasi, nə də iqtisadi durum imkan verməyib. O cümlədən yaratmaz siyasi idarə etmə, səriştəsiz və xəyanətkar gedişlər 20 mindən artıq Azərbaycan gəncinin məğlub olduğumuz bir müharibədə məhv aparmışdı. Döyüşdən sağ çıxa bilən gənclər isə məğlub əskərlər kimi mənəvi psixoloji böhran içində idi. Azərbaycan uşaqları və gənclərinin 7də biri məhrumiyyət içində qaçqın düşərgələrində doğulur və çadır şəhərciklərində böyüyürdülər. Belə bir şəraitdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk görüşlərinin birini 22 sentyabr 1993-cü ildə parlamentdə gənclərlə keçirmiş, onları müstəqilliyin dönməz və əbədiliyinin əsas təminatçısı hesab etdiyini bildirməklə gəncliyə yeni nəfəs vermişdi. Heydər Əliyev irsini layiqincə davam etdirən cənab İlham Əliyevin çoxsaylı kənar təsirlərə baxmayaraq dövlət gənclər siyasətinə prinsipial yanaşması sayəsində milli ruhlu gənclik yetişdi və bir vaxtlar mənəvi psixoloji böhran yaşayan Azərbaycan gəncliyi zəfər nəslinə çevrildi. Bugün Azərbaycan gənci bir neçə sadə həqiqəti dərk etməlidir. Birinci dərk etməlidir ki, kim və hansı ideologiya onu məğlubiyyətə, çadırlara, çörək növbələrinə məhkum etmişdi və hazırda qalib inkişaf edən nəslə necə çevrilib? Azərbaycan gənci şimala, cənuba, şərqə, qərbə baxıb dərk etməlidir ki, ölkəsindəki sabit mühit hansı siyasətin nəticəsidir və kim bu ölkəni rəngli inqilablar dalğasından, Azərbaycanı Liviya, Suriya, Əfqanistan kimi ölkələrin taleyini yaşamaqdan xilas edib. Azərbaycan gənci müstəqil olmalıdır, amma eyni zamanda başa düşməlidir ki, böyük zəfərimizdən zərər görmüş güclərin sosial mediada sistemli şəkildə təbliğ etdiyi tezislərə əsaslanan ucuz, tənqid heç vaxt müstəqil insan göstəricisi hesab edilə bilməz. İndiki məqamda yalnız qorxmadan dövlətini və qalibiyyət gətirən liderini müdafiə edə bilən gənc, cəsarətli və müstəqil sayıla bilər. Sosial media qara güruhuna qoşulan manqurt yox. Azərbaycan gəncinin haqq səsi ilk növbədə milli mənafelərə və özünün real potensialına əsaslanmalıdır. Məsələn, ən azı bir xarici dil bilməyən gəncin öz ana dilinin müdafiəsinə qalxması heç vaxt effektiv və inandırıcı görünə bilməz. Əlbəttə, bütün dünyada olduğu kimi Azərbaycan gəncliyinin də problemləri var, lakin dövlətimiz bu problemləri həll etmək iqtidarındadır. Azərbaycan dövləti gənclərin inkişafına təşviq edir. Hər il elm, mədəniyyət, innovasiya sayəsində fərqlənən gənclərə prezident mükafatları verilir. Gənclərin təhsil imkanları və rəqəmsal bacarıqlarının artırılması, sosial problemlərin həlli istiqamətində çox ciddi addımlar atılır ki, bu da dövlətin qəti iradəsinin göstəricisidir. Çox sağ olun.